müqəddəs kitabdan öyrənərək Allaha ibadət edirik. Və nə qədər çox müqəddəs kitabı öyrəniriksə, o qədər də fikir veririk ki, Allah çox ciddi və vacib olan bir şeyi vurğulayır. Bu bizim aramızda olan münasibətdir. Allaha etdiyimiz ibadət bir-birimizə olan münasibətdən dolayı keçir. Adətən Allaha ibadət edən insanlar onlar fikirlərini dini mərasimlərin keçirilməsinə yönəldir. Yəni ki, dini ibadəti keçirmə, dua, oruc, kəlam oxumaq, yəni mən bunu edirəmsə, bu yaxşıdır. Və həmin o dini mərasimlərin keyfiyyətlərinə yönəldir. Daha da yaxşı etmək, daha da duada yaxşı sözlərdən istifadə etmək, kəlamı daha da yaxşı araşdırmaq, orucu daha da uzun müddətli tutmaq və bütün bu mərasimə diqqət yetirdiyimizə görə, onu əhəmiyyətli bildiyimizə görə vacib olan fikirə az diqqət yetiririk. Xatırlayırsa mən sizə dəfələrlə bölüşmüşəm şaguli və üfüqi ibadət barəsində. Yəni şaguli ibadət insan Allaha ibadət edir. O əlini qaldırır və yerdən göyə qədər dualarını edir. Allah tərəfindən eşidilməyini istəyir. Buna görə oruç tutur. Allah ilə ömür yaşamaq arzusu ilə müqəddəs yazıları daha da yaxşı öyrənir. Çünki Allahla ömür yaşamaq istəyir. O istəyir ki, Allahın onun həyatında verdiyi xeyir, bərəkət tükənməz olsun. Ona görə öyrənir bunu, arzulayır bunu. Və bütün bu arzulara diqqət yetirdiyinə görə vacib olan bir şeyi asanlıq ilə gözündən qaçırda bilər. Gözündən qaçırda biləcəyi aramızda olan münasibətlərdir. Allah isə ona aid olan insanların arasında olan münasibətə xüsusi diqqət verir. Allah istəyir ki, biz öz münasibətlərimizə diqqət verən insanlar olaq. Və vacib olan bu məsələdə budur ki, ürəyimizdə hansı niyyəti yaşadırıq. Bizdə ataların yaxşı sözü var, xoşlayıram həmin o misalı, niyyətin hara? Biz bunu bilirik. Biz bunu başa düşürük, amma niyyətin bizim ürəyimizdə məskunlaşan niyyətin həyatımıza nə qədər böyük təsir edəcəyi barəsində unuduruq. Biz onu atalar misalı kimi bunu deyirik, amma o bizə nə qədər təsir edir? Ona o qədər də əhəmiyyət verməkdən vaz keçirik, başa düşmürük, dərk eləmirik. Çünki bizim ürək niyyətimiz insanlar üçün gizli qalandır və mən deyərdim, bəzən də insanın özü üçün də gizli qalandır. Ürək niyyətini o Allaha etdiyi dini mərasimlərin pərdəsi arxasında asanlıqla gizlədir və özü üçün də bir xəbər saxlayır. Niyyətimiz isə bizim həyatımıza istiqamət verəndir. O insanın içində olan gizli motividir. Həmin o gizli niyyətimiz, hansı ki bizim ürəyimizdə var, bizim münasibətlərimizi təşkil etməyə başlayır. Münasibət hələ də hərəkət deyil. Bizim münasibət üzləşdiyimiz hadisələrə və insanlara bəslədiyimizdir. Onlara nə göstərir və bizim hər bir vəziyyət üçün və hər bir bizə göstərən münasibət üçün qarşılıqlı, hazır münasibət var. Sadəcə onu götürürük. Gülənə gülürük, bizə sərt üzünü göstərənə mexaniki üzümüz sərtləşir. Xoş söz deyənə biz öz rəfimizdən xoş sözü çıxardırıq və bizə acı söz deyənə 7 qatından çıxa biləcəyi bir sözü deyə bilərik. Bizim niyyətimiz nədirsə münasibətimizdə də biz bunu özümüz üçün formalaşdırırıq, forma veririk və rəftarda bunu biruzə veririk. Artıq rəftarda bunu gizlədə bilmirik. Rəftarda hər şey, içimizdə olan niyyət özünü aşkar edər. Allaha özünə aid edən insan o ibadətlərinə fikir verdiyinə görə o özünü qorumağa çalışır. Xarici olan təsirdən qorumağa çalışır. Ona görə o çox seçici olur. Kimlərlə oturacaq, kimlərlə duracaq, hətta nə yeyəcək, bu şeylərə əhəmiyyət verir ki, yəni xarici olan təsir onun ürəyini dəyişdirməsin. Onun ürəyinə
belə napaklıq getirməsin, natəmizlik getirməsin, özünü qorumağa çalışır. Və bir dəfə İsa'dan bu barədə soruşdular. İsa'nın yanına yaxınlaşdılar və soruşdular ki, insanı mundar edən nə ola bilər? Matta müjdəsi 15-ci fəsildə bu şeylər yazılır və istəyərdim ki, 17-ci, 20-ci ayələrə diqqət yetirək. Başa düşürsünüz bunu? Din xadimləri yaxınlaşırlar, İsa'nın şagirdləri özləri yaxınlaşırlar ki, İsa bizə başa sal. Yəni biz özümüzü natəmizlikdən necə qoruya bilərik? Biz yeməklərimizdə onda seçici olaq da və insanlar arasında da seçici olaq. Bu günahkar insandır, mən günahkarlarla oturmayacağam. Bu yemək halal məhsullu deyil, Yahudilər ona kaşer deyirlər, kaşer deyil. Mən bunu yeməyəcəm ki, yemək məni batil etməsin. Yəni batil etməsin dedikdə Allaha ibadət etmək üçün natəmiz saxlamasın. Təmiz olmaq istəyirəm axı. Mən Allaha ibadət edən insan istəyirəm ki, hər bir cəhətdən Allaha məqbul olum. Ağızdan çıxan şeylərsə ürəkdən çıxar. Bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalancı şahidlik və küfür çıxar. İnsanı murdar edən şeylər bunlardır. 1-2 saniyə bu sözlərin üzərində düşünək. İsa deyir ki, insanı batil edən, yəni Allaha ibadət etmək üçün, Allah ilə ömür yaşamaq üçün uyğun etməyən bu şeylərdir. Bizim üçün asandır. Yox, bu insanla danışsam, bu insan mənə pis təsir eləyəcək. Bu yeməyi yesəm, bu yemək məni natəmiz edəcək. Asandır bunu və ibadət belə bitsəydi nə yaxşı olardı, hə? Amma İsa bizə vacib olan şeylərdən danışır, hansı ki bizim daxilimizdə məskunlaşıbdır. Artıq bizim içimizdədir. O istəyir ki, biz bütün diqqətimizi niyyətimizə verək. Yediyin şeylər, ünsiyyətdə olduğun insanlar sənə mənfi təsir göstərə bilməyəcək, əgər sən niyyətində bu şeyləri yaşatmırsansa. Sənin ətrafında insanlar min cür oyundan çıxa bilərlər, istədilən ağılsız işləri görə bilərlər. Əgər sən ürək niyyətində elə deyilsənsə, onun sənə təsiri olmayacaq. İsa'nın ətrafına baxın. İsa üçün bilirsiniz nə sözlər deyirdilər? O günahkarları sevir. Günahkarlar da onu sevir. Onun dostları zinakarlardır. Onun dostları vergi yığanlardır. Vergi yığanlar bu arada o dövrdə dövlətinə xəyanət etmiş insanlardır. Əgər bizə vergidə işləyənlər qulaq asırlarsa, bu sizə aid deyil. Əgər maaşınızla kifayətlənirsinizsə, insanları incitmirsinizsə. Və burada çox maraqlı bir söz deyirlər. İsa'nın ətrafına bu cür insanlar toplaşırdılar. Həmin o insanlar İsa'nın niyyətini dəyişdirirdilər? Yox, İsa onların niyyətini dəyişdirirdi. İsa onları saflığa, paklığa və ən vacib, doğru olan şeyləri mənimsəməyə çağırırdı. Sənin niyyətin nədir? Niyyətin nədirsə, sənin ünvanın da ora olacaq. Biz ürəyimizə saxladığımız o niyyətlər bizi batil edəndir. Günaha salandır. Ona görə müqəddəs kitab bizi öyrədir. Oxuduqca başa düşüb dərk edirik ki, müqəddəs kitab bizi yönəldir ki, biz ürək niyyətimizi təhlil edən, araşdıran insan olaq. İcazə ver, Allahın kəlamı sənin ürəyinə gəlsin. Necə icazə verərsən ki, Allahın kəlamı sənin ürəyində yer alsın, sənin niyyətlərində yer alsın. Oxuduğun təlimə sadiq qal. Bildiklərini tətbiq et, yaşat. Münasibətlərdə yaşat. Əgər bildiklərini yaşatmırsansa, böyük bir asanlıq ilə çaşacaqsan. Neydə çaşacaqsan? Vacib olanla vacib olmayanların yerlərini dəyişdirməklə. Onda sən də Allaha etdiyin dini mərasimlərin keyfiyyətlərini qaldırmağa çalışacaqsan. Daha da yaxşı dua, daha da yaxşı oruz, kəlamı oxumaq üçün müxtəlif müraciətlər, kitablar, tərcümələr. Amma Allah isə bizi ürək niyyətinə bax. Ürək niyyətinə bax. Çünki sənin həyatın çeşməsi oradadır. Sənin gələcəyin oradadır. Sən ürəyində nəyi yaşadırsan? Əgər hansısa bir uyğunsuzluğu görürsünüzsə, örtbasdır etməyə çalışmayın. Zamanı belədir. Yazıq mən.
Başqa ölkədə yaşasaydım, bəlkə belə olmazdır. Yo. Ürək niyyətimizi həmişə özümüzlə daşıyacağıq. Fərqi yoxdur, nə don giyinsək belək. Əgər hansısa bir uyğunsuzluğu görürsənsə, hansısa bir zəifliyi görürsənsə, ya Rəbb məni bundan azad et, etiraf elə, səsləndir, dilinə al, boynuna al. Mən bundan azad olmaq istəyirəm. İstəmirəm ki, bu mənfi keyfiyyətlər məndə yer alsın. İcazə ver ki, Allahın sözü sənin ürəyində yer alsın. Əgər Allahın kəlamına yer verirsənsə ürəyində, Allahın məhəbbətinə də o kəlam vasitəsilə yer vermiş olacaqsan. Və sənin niyyətlərində Allahın kəlamı birləşirsə, onda sənin münasibətin dəyişiləcək. Nəticədə digərləri ilə rəftarda rəhimli olacaqsan. Çünki Allahın məhəbbətini ürəyində yer verdin. Başqalarına qarşı bağışlayan olacaqsan. Çünki Allahın məhəbbətini ürəyində yer verdin. Başqalarına qarşı xoş davranan insan olacaqsan. Çünki Allahın məhəbbətinə öz niyyətində yer verdin. Allahın kəlamı vasitəsilə ürəyivə təvazökarlığın gəlməyinə icazə verirsənsə və həlim ömür yaşamağı özünü göstərməkdən üstün tutacaqsansa, onda sənin həyatında digərlərinə qarşı dinləmək keyfiyyəti yaranacaq. Anlamaq, qəbul etmək. O nə qədər bizə çətin gəlir, bizimlə fikirləri, həyat tərzi, düşüncələri fərqli olan insanları qəbul etmək. Biz istəyirik ki, hamı bizim kimi düşünsün. Yox? Vay o dünyanın halına ki, əgər hamı mənə kimi düşünsə. Biz istəyirik ki, hamı bizim kimi eyni şeyləri bəyənsin. Yox. Qəbul etmək. Başqasının özəlliyini qəbul etmək. Başqasının səndən fərqli olduğunu qəbullanmaq. Və sənin ürəyində təvazökarlıq yer aldığına görə onun qarşısında özünü göstərməyə lüzum qalmır. Əksinə, sənin Allahdan aldığın təvazökarlığı ürək niyyətində bəslədiyinə görə ətrafında olan insanların ruhani inkişafı və rifahı sənin marağına çevrilir. Baxın, Allahın sözü bizim həyatımıza necə təsir edir. Oxuyuruq, dinləyirik, öyrənirik və biz görürük ki, o da güc buradadır. Bizim niyyətlərimizdə. Allah ona görə bütün diqqətimizi niyyətlərimizə yönəltmək istəyir ki, biz özümüzü nümayiş edən insanlara çevrilməyək. Nə qədər insan arzulayır və istəyir ki, onun etdiyi xeyirxah işlər görsənsin. İstəyir ki, ətrafında olan insanlar onun yaxşı işlərini bəyənsin. Xatırlayırsınız İsa bu barədə nə öyrədir? Çox maraqlı bir nümunə. Əgər sənin sol əlin yaxşılıq edirsə, sağ əlin bundan bir xəbər olsun. Elan etmə. Elan etmə. Öz xeyirxah işlərini, Allah naminə gördüyün işlərini özünə bir şuar düzəldib insanlara bəyan etmə. Baxın, xeyirxah insan gəlir. Təvazökar ol. Həlim ürək ilə Allah qarşısında ibadətlərini et. Biz isə istəyirik ki, insanlar bizim ibadətlərimizi görsünlər. Biz istəyirik ki, onlar bizim Allaha etdiyimiz gözəl duaları eşitsinlər. İsa sənə öyrədir. Dua edəndə nə et? Otağına gir, qapını bağla. Qoy sənin ibadətin, Allaha etdiyin dualar ünvanına çatsın. İnsanlar deyil o ünvan. Allahdır o ünvan. Allaha üzvü tut. İnsanlar qarşısında özünü göstərən və insanların rəğbətini qazanmaq üçün çalışma. Allah qarşısında ömür yaşamaq üçün çalış. Allah tərəfindən bəyənilməyə can at. Bu bizim salihliyimizdir. Allah istəyir ki, biz ürəyimizdə bu niyyətlərə yer verək. Şöhrəti artıran, özünü göstərən, o bizim yol deyil. Allah həlimlərin Allahıdır. O təvazökarlara lütf verən Allahdır. Gəlin müqəddəs kitabda öyrəndiklərimizi gündəlik həyatımızda yaşadaq ki, onun xeyir-duası da, o kəlamdan gələn xeyir-dua da bizim həyatımızda yer alsın. Bu nə idi?
Bu barədə fikirləşmisiniz? Münasibət, yəni bizim içimizdə yer alan münasibət bizim niyyətimizdən qidalanır. Aha. Niyyət insanın içində gizli motivdir. Münasibət həmin motivin düşüncədə və yaxud görülməsidir. Rəftar isə münasibətin hərəkət alanda yanına çevrilməsidir. Bu arada sizin nə üçün və necə izah edin? Bu barədə çox fikirləşirdim. Nəyə görə bizim rəftarımızda biz o qədər də əhəmiyyət vermirik. Biz danışırıq, hə? Mən deyirəm bizim qoca nənələr deyir, abala, danışan dilimdir, ürəyimdə bir şey yoxdur. Yox, müqəddəs kitab deyir, qətiyyən elə deyil. Ürəyində nəyi bəsləyirsənsə, ürəyində nəyi yaşadırsansa, sənin dilin bundan danışacaq. Ürək niyyətin nədir? Və baxın, müqəddəs kitabda bizə İsrail xalqının nümunəsini, tarixini göstərir ki, onlar ürəkdə Allahın sözünü əritmədilər. Onlar Allahın sözünü eşitdilər, xoşlarına gəldi. Onlar istədilər ki, Allahın sözünün qüdrəti onlara azadlıq bəxş etsin. Azadlıq əldə etdilər. Musa peyğəmbər vasitəsilə onlar əsarətdən çıxdılar. Onlar nail oldular. Amma o nail olduğunun dadını çıxarda bilmədilər. Çünki Allahın kəlamının vacibliyini, Allahın kəlamının qüdrətini öz ürək niyyətlərində əritmədilər, birləşdirmədilər ki, onlar ahəng olsun və bir-birlərindən ayrılmasınlar. Və həmin o ürəklərində olan niyyət onların istiqamətini dəyişdi. Allahdan uzaqlaşmağa səbəb oldu. Rəftarları tamamilə fərqli oldu. İstəyərdim Romalılar məktubu 15-ci fəslə baxaq. 1-ci və 2-ci ayələr. Biz imanı güclü olanlar, imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. Hər birimiz yaxşılıq naminə ilə borcumuzu razı salarıq. Maraqlı keçid idi. Tamamilə fərqli bir keçid eləyirəm sizə ilə. Çünki ürək niyyətlərimizdən danışdıqda sənin ürək niyyətin nədir? Sənin ürəyində yer alan nədir? Nə qədər çox Allahın sözünə yer verirsən ürəyində. Və Allahın sözünə yer verirsən dedikdə sənin qulağında hansı sözlər səslənir? Baxın, Allahın cəmiyyətində müəyyən bir qayda var. Biz Məsih İsa'nın həvarilərindən bu qaydaları öyrənirik. Və baxın, bu qaydalar nədən ibarətdir? Biz imanı güclü olanlar, imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq. Maraqlı yanaşmadır. Və mən istəyərdim soruşum, kim özünü imanda güclü sayır? O söz onlara aiddir. İmanda güclü olan kimdir? Kim hazırdır başqalarının yükünü daşımağa? Biz adətən öyrəşmişik ki, hansısa bir gücə, hansısa bir qabiliyyətə, hansısa bir istedadı olan insan bunu digərindən fərqli olduğunu göstərmək üçün nümayiş etdirir və bu təbiidir. Yox, biz görmüşük ki, yarışlarda ən sürətli qaçanlar, yox, onlara medal verirlər, mükafat verirlər. Ağır çəkili qaldıranlar, onlar mükafat alırlar. Hansısa bir bilik, hansısa bir ixtira onları tanınma getirir gəlir. Allahın cəmiyyətində isə tamam başqa niyyətlər yaşanır. Allahın cəmiyyətində isə güclü olan gücünü nümayiş etdirmir. Bilikli olan biliyi ilə övünmür. Hansısa bir nailiyyət əldə edən o nailiyyətini digərlərinə fərqli olmasını göstərmir. Nə edir? Onların hamısını istifadə edir ki, öz gözündə zəif gördüyünün inkişafında zəhmət çəksin. Biliyin var, başqasına kömək et ki, o da sənin bildiklərinə nail olsun. Gücün var və sən özünü ruhani güclü sayaraq başqalarının ruhani, emosional zəifliyinə dözə bilərsən, güc gələ bilərsən. O gücü göstər. Fərqlilikdə yox, özünü ucaltmaqda yox, ona kömək etməkdə.
Onun ki, Allahın cəmiyyətində biz məsihçilər arasında biz bir-birimizə ruhani, emosional, maddi dəstək göstərməkdə meyilliyik. Əlimizdən gələn hər bir yaxşılığı edirik ki, yanımızda olan insanlar inkişaf eləsinlər. Güclü olan zəif olanı qınamamalıdır. Bu söz yaxşıdır, qınamaq. Biz bu haqda fikirləşəndə mənim gözüm qabağına nə gəlir? İbtidai sinifin müəllimi. Yox, təsəvvür birinci sinifə uşaqlar gəliblər. Mənim də üstündə birinci sinif yadımdadır. Və orada bizi birinci xəttlər çəkməyi öyrədirlər. Kim yadındadır, yox? Özdəki o xəttləri çəkmək üçün dəftərlər var idi. Yadınıza gəlir? Oyda, mənim gönə yadımda qalır. Deməli, həmin o dəftərdə xətti çəkmək üçün işarələr var idi. Bir ucuna o bir ucuna çəkirdik. Və xətti səhv çəkəndə mənim müəllimim Valentina İvanovna, adı da yadımdadır. O məni gülüb ələ salmırdı. Ay İdris, sən xətti səhv çəkdin. Yox, gülmürdü. O mənim əlimdən tuturdu və xətti düz çəkməyə kömək edirdi. Sizdə də elə müəllimlər olub? Rəhbər şükür olsun belə yaxşı müəllimlərə görə. Yox, ibtidai sinif müəllimləri minnətdarıq sizə. Kömək edirlər. Təsəvvür eləyin ki, uşaq sinifə gəlir, onun üçün hər şey yenidir. O xətti çəkməyə, sonra xəttləri birləşdirməyə, sonra hərfləri yazmağa öyrənir. Əgər səhv edirsə, müəllim onu qınayır, müəllim onu ələ salır, sinifin qabağına çıxardır. Baxın buna, bu xətt çəkməyi bacarmır. Yox. Yaxud da ki, sürücülük məktəbinə gedən olub burada. Hə? Və məktəbə gedəndə oturmusan, müəllim sənin yanında, düzgün neysə pedalı basmırsan və sənin müəllimin gülür ələ salır. Ay, buna baxın deyə sən internetə qoyum ki, sən səhv edirsən. Öyrədir axı. Yox. Səbirlə öyrədir ki, sən də maşın sürməyi bacarasan. Müəllim səbirlə öyrədir ki, sən qabiliyyətli olasan. Oxumağı, yazmağı bacarasan. İndi bunu getirir bizim cəmiyyətə, imanlılar cəmiyyətinə. Yeni insan gəldikdə, o bizim kimi düşünmür. O fərqli baxır. O bəlkə də hələ də emosional bir topludur, hə? Toxunsun partlayacaq. Onun dəyərləri bəlkə də hələ fərqlidir. Biz nə edirik? Qınayırıq? Yox. Onu ruhdan salmaq üçün heç bir iş görmürük. Məyus olmağı üçün səbəblər vermirik. Əksinə, onun inkişafı üçün ona yardım edirik. Bu yükü daşımaqdır. Kömək edirsən, yanında yer verirsən, qarşılayırsan, xoş münasibət göstərirsən. Bu, o insanların yükünü daşımaqdır. Başqalarının yükünü daşımağa həvəsli olaq. Bu yolla biz Məsihə xidmət etmiş oluruq. Biz yetkinlər öz xeyrimizi deyil, ancaq mənə yaxşı olsun. Mənim vaxtıma uyğun, mənim istədiyimə uyğun. Yox, ortaq. Axı biz bilirik, axı biz birləşdik. Uyğun gələn nədir? Sənə və mənə bir yerdə edək. Nə faydalıdır hər birimizə? Ancaq mənə deyil, hər birimizə faydalı nədir? Onun həyata keçməsi üçün əlimizdən gələni edək. O yol ilə Məsihə xidmət etmiş olaraq. Onda ancaq özümüzü razı salan olmayacağıq. Onda Məsihi razı salacağıq. Haçan Məsih də bizi uyğun gəlmədiyimizə baxmayaraq qəbul etdi. Yox, öz yanında yer verdi. Şərəfli bir ad verdi və istəyir ki, eyni münasibətlə biz başqalarına da xidmət etmiş olaq. Başqasını qəbul etmək, onun yükünü daşımaqdır. Başqasına kömək etmək, ruhlandırmaq, həvəsləndirmək, təşviq etməyə buna can atın. Buna can atmaq üçün isə mən deyərdim, elə adamlar üçün dua edin. Elə adamlar üçün dua edin. Əgər elə adamlar varsa, elə adamlar tanıyırsınızsa, bir səhər bunu yazdım, dua edin. Həmin o adamın adını çəkərək onun üçün dua edin. Nə qədər sən dualarında ətrafında olan Məsihdə qardaşların və bacıların üçün dua edirsən. Həmin o insanların inkişafı üçün dua et. Həmin o insanların şübhələrindən azad olması üçün dua et. Həmin o insanların Məsihdə kök salıb güclü şəxslərə çevrilməsi üçün dua et.
onların yükünü daşıyırsan, onlar üçün dua edərək. Sənin bunda məqsədin onlar Məsihə yaxın olsunlar. Daha da yaxın Məsih ilə ömür yaşasınlar. Onlara xidmət et, qınama. Onları daşıyan ol, yüklərini daşıyan ol. Onların zəifliklərinə səbr etməyi bacar. Məncə bu yaxşı bizim üçün tədrisdir. Öyrət, başa sal, məcburiyyən yox, təvəzzökarlıq yolunu göstərməklə. Təvəzzökarlıq yolunu göstərməklə öyrət. Sevgi ilə, qayğı ilə, xoş niyyət ilə, yaxşılığını düşünərək çalış. Praktiki köməklər et. Praktiki köməklər çox vaciblidir. Ehtiyaclarına göz yumma. Biz bir-birimizin ehtiyaclarını görürük. Və mən deyirəm, ən yaxşı kömək yaxınlaşıb bu adam üçün dua eləmək. Və biz bunu praktik edirik də, ibadətin sonunda bir-birimiz üçün dua edirik. Başqasının ehtiyacına göz yumma. Qoy sənin ürəyin bağlı qalmasın. Qoy sənin ürəyin açıq qalsın. Ürəyini necə açıq saxlaya bilərsən? O adamın ehtiyacı üçün ilk əvvəl dua etməklə. Və əgər imkanın varsa, hansısa bir maddi dəstək verməklə, əlbəttə, əlindən gəlirsə et. Məsihdə güclü olanlar, onlar hökm etmirlər. Onlar başqalarının ruhani inkişafı üçün çalışanlardır. Məsihdən bu nümunəni öyrənirik. Yoldaşlıq edirik. Başa salırıq. Yoldaşlıq etmək yer verməkdir və biz bunu Məsihin xidmətində görürük ki, o insanları mənimlə ol deyərək çağırır. Mənimlə ol, yanımda qal. Yoldaşlıq etmək, ünsiyyətdə olmaq, dinləmək, bərabər vaxt keçirmək, əlaqədə, sıx əlaqədə saxlamaq. Indi bizdə internet var, WhatsApp üzərində hər şey deyə bilərik. Yazılı mesajlar, sesli mesajlar, şəkillər göndərə bilərik. Yaxın ünsiyyətdə olmaq. Hələ ki, bizim işimiz biraz asanlaşıb insanlara xidmət etmək üçün ən asan yollardan istifadə edə bilərik. Bu yol ilə biz Allaha xidmət etmiş oluruq. Bilirsiniz, insanların buna nə qədər ehtiyacı var? Bilirsiniz, hardan bilirəm? Çünki hər birimizin ehtiyacı var. Ehtiyacımız var ki, bizim ilə maraqlansınlar, bizi görsünlər. İnsanlar o qədər məşğuldurlar öz həyatları ilə, öz məsələləri ilə, öz problemləri ilə ətrafda baş verən, ətraflarında olan insanlara əhəmiyyət vermirlər. Və mən deyirəm ki, bu baş verir doğmalar arasında. Doğmalar arasında. Amma Məsihin cəmiyyətində yadlar gəlir, qohum olur. Biz bir-birimizi tanımırdıq. Biz bir-birimizdən bixəbər idik. Amma Məsihdə bir-birimizi tanıdıq. Yox. Və biz Məsihdə bir-birimizi tanıdığımıza görə müqəddəs kitabdan bir-birimizlə necə münasibətdə olduğumuzu öyrənirik. Və Allah bizi öyrədir ki, bizim ona etdiyimiz dualardan, orucdan, kəlamı əzbərləyib öyrənməkdən isə daha vacib olan bir şey var. Doğru, düzgün münasibət. Mən demirəm biz dua etmirik. Yox, biz dua edənlərik. Mən demirəm biz kəlam oxumayaq. Biz kəlam oxuyuruq və hər üçüncü gün burada bizdə kəlam dərsləri keçirilir. Yox, mən deyirəm ən vacibi buraxmayaq. Ən vacib olan isə niyyətimizi saflaşdıraraq münasibətimizi dəyişdirməkdir. Münasibətimizin isə saflaşdığını, müqəddəs kitab ilə zənginliyini rəftarımızda bir-birimizə göstərməkdir. Gəlin buna can ataq. Gəlin bunu göstərək, çünki bu yol ilə Rəbbə xidmət etmiş olacağıq. Və sonda istəyərdim Qalatiyalar məktubu 6-cı fəsil 2-ci ayə diqqət yetirək. Bir yüklərini daşıyın. Bu yolda Məsihin qanunu etməli. Maraqlıdır, yox? Bu sözü bir neçə dəfə təkrar elədim. Bir-birimizin yükünü daşımaq ilə biz Allahın qanununu icra etmiş olacağıq. Bir-birimizə dəstək vermək, bir-birimizi ruhlandırmaq, bir-birimizin qayğısına qalmaq, Məsihin qanununu yerinə yetirməkdir. Gəlin bu barədə düşünək. Və bilirsiniz maraqlı nədir? Bir-birinin yükünü daşımaq kilsənin sevgi dilidir. Kilsənin sevgi dili bir-birinə yükünü daşımaqdır. Qəbul etməkdir.
fərqliliyi qəbul etməkdir. O fərqlilikdən qorxmamaqdır. O fərqliliyi qəbul etməkdir. O fərqliliyə görə sevinməkdir. Və o fərqli olanı ürəkdən sevməkdir. Gəlin Məsihin qanunu yerinə yetirək, bir-birimizin yükünü daşımaqla. Həvəsli olaq bunu. İndi bölüşmək istədiyim bu qədər idi.